Elveda sözünü duyup dilinden gösterme özünü, güya çaşmasan. Beni sevirdin sen, gözlerinde sen. Bəs necə bu qədər cılızlaşmasan? Yitirmək ayrılıq, bu cür qorxular hər an daxilimdə yatırdı mənim. Yalan sevirəmlər, yalan duyğular başımı necə də götürdü mənim. Qorxduğum sonunda başıma gəldi, hər hardan diləydim. Yalancısan sən, sənin yalanların bağrımı dəldi. Bu dərdə tab edim, necə dözüm mən? Axı nə vecinə oynatdın məni, neçə il gəldin də oyuncaq kimi mənsə üstün tutdum. Hamıdan sənə inandım sevgiyə, bir axmaq kimi yıxılan ağlamaz deyiblər, amma güya ki ağlasam nə faydası var? Gözləyir tənhalıq, ya əcəl ya da məni həsrət ilə qaranlıq məzar. Sən isə fəxr elə əməllərinlə, yaşa həyatını bildiyin kimi. Al və bir çoxunu öz əllərinlə, silərsən məni də sildiyin kimi. Həyatda hər şeydən küslüm incimin, çiçək tək hər arzum
başında kaldı ya bu kişi. Şükür gelip çıkabildin ahırda. Geldim kızım, geldim. Aldın. Aralardaydın yine. Meyve almağa gitmiştim bazara. Neçə saat gəzdin meyvə axtarıb tapmaq üçün? Alma seçirdin? Yox, hamısından aldım ama tek bazarlıq eləmədim də. Yəni bir qohumum rəhmətə getmişdi. Qohumumun həyat yoldaşı. Vaxtım yox idi, getdim baş sağlığı verdim. Kimdir ki bu qohumun? Qohumum, siz tanımazsınız, ana tərəfindən qohumdur. Uzaq qohumdur. Yaxşı getdi. Sen niye zəng eləyirsən? Xəbərxan, tapşırdığınız kimi Rızanın arxasına düşdüm. İzlədim. İndi də gəldi bir otelə girdi. Sonra ne oldu? Of! Mən başa düşmürəm, necə yəni bugünə bilet yoxdur? Yoktu da kızım, yoktu. Kurtarıp bilet. Bunu da gücle taptım. Başa düşmedim. Para gelsin. Çölə çıxıram, hava alacağım. Olmaz. Eşitlik olmaz. Gel. Çay getirdim ya. Dedim birden ürəyiniz çay istəyər, otlu çay dəmləmişəm. Ne olub, niyə elə baxırsınız? Senden çay isteyen oldu. Çık otaqdan.
Çayız neyse yine karıştırır. Ev yok. Evvel ahır üstü açılacak. Yox, mən bu məsələni kökündən həll eləməliyəm. Necə olacaq? Bu necə olacaq? Ləman idi. Nə? Deyirəm indi bu dəqiqə qapıdan çıxartdığın Ləman idi. Başa düşmürdüm. Nəyi başa düşmürsən, hə? Nə baxırsan özümə? Deyirəm indi qapıdan kimi çıxartdın? Ləman idi o. Qəsdən eləyirsinizsə, yaramın qaysağını qoparırsınız. Kaş Ləman sağ olaydı. Yaxşı, bəs gecənin bu vaxtı çöldə nə gəzirsən? Zibil atırdım. Bu saatda zibil atırdın. Ha, Vedirən onu. nə vedirəm? Ha, vedirəm. Torbaya yığıb atmışdım. Solmaz xala. Həyətdən çıxanda sənin yanında kimsə var idi. Məni dolama. Allah eləməsin. Vallahi gözünüzə görünüb, yəqin yorğunluqdandır. Yanımda heç kim yox idi axı. Necə yəni yox idi? Gördüm axı. Yox. Ay qızım, vallahi səhv görmüsən. Nəsə gözünə görünüb. Yorğunsan, gəl gedək. Sənə bitki çayı dəmləyim iç. Gəl. İstəmirəm, özün içərsən. Get özün iç. Yaman idi. Yalan deyir. Alo, sağ olun xanım. Ləman İsmailova sizin oteldə qeydiyyatdadır. Ha, qeydiyyatda deyil. Bəs Rıza İsmailov, bildiyim qədərlə o sizin oteldə qalır. Bəli. Bəs hansı otaq nömrələri neçədir? 303. Aha, yaxşı, oldu. Çox sağ olun. Necə yəni olmaz? Sən mənə qadağa qoya bilməzsən. Hava almaq istəyirsənsə,
Qızım, düş otelin həyətində nə qədər istəyirsən havalı. Amma heç yana getmirsən oradan. Eşitdin? Biz onsuz da evdən uzaqdayıq. Məni kim görə bilər? Nə olsun ki, uzaqdayıq. Bura balaca şəhərdir. Yerin də qulağı var. Əgər bizi kimsə görsə, ikimiz də türməliyik. Mən istədiyimi eləyəcəm. Başa düşdün? Kartı ver bura. Vermirəm. Vermirsən ki? Vermirəm dedim. Yaxşı. Yaxşı. Amma onu bil ki, mən öz istədiyimi eləyərəm. Sən məni bura bağlayarsan, mən də açaram. Sən məni burada məcbur saxlaya bilməzsən. Bax, qaçıb gedərəm. Səni polisə şikayət eləyərəm. Ondan sonra da gedərəm Toğrulun yanına. Özün də bilirsən ki, eləyərəm. Xasiyyətimə bələdsən. Sənin o qurduğun plan var ha. 2 dəqiqədə məhv eləyərəm sənin o planını. Qızım, deyəsən bu iynə dərman sənin başını təmiz xarab eləyib. Dedim ki, gedəcəm. Getməyəcəksən. Gedirsənsə, onda bir yerdə gedək. Yox, Gözlə. istəmirəm, istəmirəm. Tək gedəcəm mən. Zatınıza lənət sizin ha, kökümüzü dönsün. Amma olur necəsən? Nə edirsən? Sağ ol, yaxşıyam. Şükür, sən necəsən, nə edirsən? Sağlığın. Bir söz soruşum. Buyur. Banu görməmsən? Getdi bayaq. Başa düşdüm. Sən nə iş görürsən? Mən iş tapdı, işləyirəm, neynim. Qardaş, kimsə qalıb bunları eləməlidir, işləməlidir də. Yoxsa əli cibində nə qədər gəzən olur? Bir nəfər işləsin. Yaxşı Şamur, yorulmayasan. Sən üçün maraqlı deyil, ara getdi. Harada olduğumu bilirsən ki. Yıxılmışdı. Əzrif. Harada yıxılıb ki? Görsən, heç xəbərin də yoxdur ki, nə olub, harada yıxılıb, nə eləyib. Amma oğlu, sənə bir şey deyim. Biz qardaşıq. Mənim ərkim çatır, ona görə deyirəm sənə. Şahmar. Banu yaxşıdır. Bilirsən, sən ona son vaxtlar demiyorlar ki, heç vaxt ayırmırsan. Heç diqqət göstərmirsən, o yazıq qız. Elə yaddan çıxıb qalıb. Ona biraz vaxt ayır, biraz hörmətlə yanar. Sən nə danışırsan? Hı? Nə danışırsan? Deyirəm ki, arada biraz yoldaşımla maraqlan. Çox sağ ol Şahmar. Məsləhətin üçün çox sağ ol. Yox, mənim qardaşım, yox. Mən zarafat eləmirəm. Doğrudan deyirəm, gerçək. Biz qardaşıq, o da görə də mənim ərkim çatır bunu sənə deməyə. O yazıq qız sənlə evlənəndən demək olar ki, heç xoşbəxt olmayıb, bir gün görməyib. Mən Banu'nun xətrini çox istəyirəm, ha. Ona görə də başqa cür başa düşmə məni. Ona canım yanmasa mən bunları sənə deməzdim. Onu biraz xoşbəxt elə, ona vaxt ayır. Onun xoşbəxtliyi sənlə. Şahmar! Sən ona vaxt... Banu'ya necə davranacağımı səndən öyrənəcəm, hə?
Axırıncı dəfə olsun məndən belə danışırsan. Mənlə danışmanı ayaqlayaram səni. Arvadından xəbər yoxdur, gəlir mənə deyir, hardadır? Ölüm! Bu yəni belə qudurub ki, düşüb küçələr gəzir. Düş salayıcanı izlə. Sonra da mənə xəbər ver. Ay, bunlar məni dəli eləyəcək. Bir dəli şeytan deyir, tut. Öldürt. Nə danışırsan sən? Xəbərsən, nə danışsın? Allah sana üçün kömək ol. Aklım başımdan çıxacaq. Hayır, çarəm yoxdur. Gör mən nəyə məcbur eləyir, gör mən nəyə məcbur eləyir. Estağfurullah. Rıza, hardasan? Oteldə harda olacağım? Yüreğinden yine ite dönüp. Harasa gitti tez. Narahat olma. O bize işini eləyə bilməz. Hə, düz deyirsən. İt itin ayağın basmaz. Mənə bax, sənin vecinə deyil, amma mənim vecimədir. Tez ol, telefonu Ləmana ver. Əşində sözün varsa mənə denən. Rıza, məni cinatına mindirmə. Telefonu Ləmana ver. İndi Ləman yanımda yoxdur. Çölə çıxıb hava almağa. Sözümə qulaq asdı ki, nə dedimsə qulaq asmadı sözümə. Dəli olmusan sən. Başına hava gəlir. Sənə demədim onu heç yeri buraxma. Deyirəm ki, nə qədər dedim, eşitmədi da məni da. Oxşuyub da, oxşamışına da. Kökünüz kəsəsin sizin. Canıva azar elə. Dedim buraxma da. Rıza, o qız küçədə getsə, ayaq üstə dünən güclə dururdu. Birdən bir yerdə yıxılsa, halı özündən getsə, sonra Rıza, bax sənin boğazın mənim əlimdə olacaq ha, canını qutara bilməyəcəksən. Narahat olma, Ləman o qədər də axmaq deyil ki, özünü ələ versin. Düz deyirsən, Ləman axmaq deyil, sən axmaqsan. Bilirsən nə var? Tez ol, Ləmanı axtar tap, telefonu ver ona, məndən danışsın. Rıza, mən cinatına mindirmə. El elə ki, oralara gəlməyim, yoxsa sənin boğazını üzərəm. Mən el elə ki, oralara gəlməyim. Sən canım, buralara gəlib eləmə, otur oturduğun yerdə. İndi bu saat gedib qolundan tutub gətirərəm qızı. Nəysə, 10 dəqiqədən sonra sənə zəng eləyəcəm. Eşitdin məni? Yaxşı. Sən öyle kökü kəsilmişlərin əlindən dincələ bilmirəm ha. Gel. Kahve. Hoş gelmişsin. Hoş gördük. Geç otur. Yox, mən Banu üçün gəlmişdim. Banu deyirsən yoxsa gedib arası. Hara bilmirsən? Yox, bilmirəm, demədi. Alışverişe gitmek istəyirdik ondan. Sonra dedim bir oturup yemeği de yiyerek.
Yaxşı fikirdir, amma deyəsən bu gün alınmayacaq. Sən gəl gedeyim, mən sənə yolu salayım. Ay, yox. Mən taksi ilə gedəcəm, sən işindən qalma. Yaxşı. Ana, hoş gelmişsən. Xoş günə gəlir. Necəsən? Sağ ol, yaxşı olasın. Yaxşı. Elə sənin yanıma gəlmişdim. Banu otağında yoxdur, hardadır bilmirsən? Niyə axtarsan ki? Alışverişe gedəcəkdik. Dedim tək getməyim də darıxırım. Neyse, maraqlı olsun. Sən harası gedəcəksən? Hə, mən atçılığa gedəcəm. İstəyirsənsə, səni düşürdə bilərəm mağazaya. Yox, mən taksi ilə gedəcəm, həm də orada işim çox çəkəcəm. Yaxşı, onda mən getdim. Görüşərik. Oldu. Sağ ol. Belə gedim. Ana, alqı-satqı məsələsində neynədin? Ləğv elədin? Baba, məni yordası. Elə bilginən ki, o pulla nəsə alacaqsın, şirkət alacaqsın. Ana, sənlə söz danışdıq axı. Dedin, qarışma, özüm həll eləyəcəm. İndi sənə nə deyiblərsə, deyib mən də bilim də. Mənə nə deyə bilərlər ki? Onlara de ki, torpağın sənədlərini göndərsinlər. Kəm hövsələli eləmə də, Toğul. Demişəm, gətirib verəcəklər hazır olandan sonra. Sən onların nömrəsini ver, mən özüm zəngilib danışım. Özüm həll eləyəcəm dedim. İcazə ver gedim. Buyur. Baxdıqca hüsnünə deyirəm hərdən Tanrı əsirgəmiş nə bu gözəldən Yüz illər, min illər keçsə də belə Dəyişməz qalacaq sevgim əzəldən Saçının qoxusu cənnət ətridir Üzündə günəşin işığı saçır Bu dünya səninlə yuxuya gedir Bu dünya səninlə sabahı açır Kim sever dünyada senin elim tek Bir oğlan bir kızı sevdiği kimi Sevgimdir mehrabı uca göğlerin Müdrik bir şairin dediği kimi Ətirli yazım Sən mənim gözümdə əhli kamalsan Sən yalan dünyada mənim
Necə bilmək istərəm. Buranı elə çox sevirəm ki, uşaq vaxtı Layla ilə dərsdən çıxandan sonra tez-tez bura gələrdik. Çoxdandır da gəlmirdim bura. Çox sevirsən buranı? Hə, çox. Yaxşı. Gəl belə eləyək. Toyumuz üçün fotosessiyanı burada eləyək. Doğrudan, burada. Hə, burada. Sonra gedərik içəri şəhərdə də eləyərik. Tarixi məkanları çox xoşlayıram. Onda gəlinlik maşınımızda retro olsun bir zəhmət. Onu da eləyərik Ləman xanım. Hətta gedib maşını bir yerdə seçərik. Olar, seçərik. Ayrılıq yamandır, dözmək də olmur. Bu dərdi kimləsə bölmək də olmur. Süni gülüşlərlə yaşasam belə, yalandan Doğrudan da yaxşı ki, səni tanımışam. Səni tanıyandan sonra həyatımda hər şey dəyişdi. Başa düşmədim. İndi sən məni təriflədin, yoxsa pislədin? De görüm həyatın hansı mənada dəyişib? Təbii ki, yaxşı mənada. Mən uşaqlıqdan arzulayıb eləyə bilmədiyim şeylər səndən elədim. Mən sənin yanında özümü uşaq kimi hiss edirəm. Lap balaca uşaq kimi. Mən o balaca qızın ağlamağına icazə vermərəm. O balaca qızın sənə ehtiyacı var. Yerimi başqası mütləq tutacaq. Çarəsizlik dost olub gəldi yanıma. Mənim bu balaca qıza ehtiyacım var. Bir yad açacaq. Çarəsiz qalmışam qaranlıqda. Siz çağırdınız, mən də gəldim. Zamanla kədəri Hə, unudacaq. mən çağırdım, Körək gözlərimi onu da sən istədin. görməsin deyə. Yaşları gözümdə İstəyirsən sənin arxanca qaçım. unudacağam. Mən Sən mən doğrudan da heç nə başa düşmürəm. baharı yazıb. Mən sənin ömründə Mən səni başa düşdüm. şaxtalı qışam. Sən də məni. Mən səni sevməyə, səni neynirəm? Mən səni sevməyə vərdiş olmuşam. Mən səni eşqimin bahar çağında hardasa unudub bitirməmişəm. Sən mənim ömrümün vərəqlərisən. Hələ də oxuyub bitirməmişəm. İçində sən olan böyük şəhərdə mən niyə bu qədər sənsizləmişəm?
senin verdiğin hasreti qəmi bağrıma basmışam, əzizləmişəm. Düşünme unudum məhəbbətini. Mən sənin qəlbini qıran adamam. Mən hər gün içimdə, fikirlərimdə sənin xəyalını quran adamam. İçində sən olan böyük şəhərdə mən niyə bu qədər sənsizləmişəm? Mən sənin verdiyin həsrəti, qəmi bağrıma basmışam, əzizləmişəm. Mən səni sevməyə, səni neynirəm? Mən səni sevməyə vərdiş olmuşam.